içimdə böyük bir narahatçılığı var. Narahatçılıq da nədən ibarətdir? Belə deyək də, sizin bir növ ilişki xidmətinin məsuliyyətsizliyindən. Az öncə mən sizə zəng eləmişdim. Tədbir görməmək barəsində. Bu qədər fakt, bu qədər saxta sənədlər, bu qədər sübutlar ola-ola. Nəyə görə Kənan Hacıyev? Nəyə görə baş əməliyyatçı İbrahim banditizm əməkdaşıdır? Nəyə görə bu qədər şəxslər, prezident aparatının işçisinin narkoman qardaşı Nazimdir, Təhsil Nazirinin bal artımını eləyən qadın və onun narkoman oğludan Savestdə yaşayır, İsa adlı polisdir, Süleymanov Eləmandır, Orxandır, cənab Nazir Müavinin oğludur. Bu qədər faktlar, sübutlar, bu qədər adlar ola-ola. Mənim başıma bu qədər oyunlar açılıb. Hal-hazırda məni evimdən didərgin salıblar. Nəyə görə bu adamlar işlərindən azad olunmuyor? Yəni bu məni həqiqətən çox narahat edir. Nəyə görə mənim atam Abdulov İlyas hələ də həbs olunmuyor? Niyə həbs olunmalıdır ki? Adam Daxili İşlər Nazir Generalının adından saxta sənəd düzəldib, baş kibet cinayətçi mübarizə idarəsi yaradıb. Bu adam hələ də həbs olunmayıb. Niyə? Ondan izahat belə alınmayıb. Hamı da öz azadlığında. Dövlət Təhlükəsizlik Xidməti 2023-cü il məni maşından vurub öldürmək istəyir. Həmən Fahki Əl-Hüseyn Salahzadənin qısqanclıq nəzdində Kürdəxanı cəza çəkmə müəssisəsinə daxil olmağını gizlədirlər. Niyə? Yəni bu adamların heç biri işindən necə deyirlər, azad olunmayıb və heç kim də həbs olunmayıb. Hamı da öz rahat evindədir, amma mən evimdən, eşimdən didərgin vəziyyətdə qalmışam. Niyə? Hansısa Məhəmməd Paşazadə narkotik satır ona görə? Hansısa Əl-Hüseyn Salahzadənin kefinə oğru olmaq, necə deyim, kriminal həyat yaşamaq düşüb? Ona görəmi? Yəni nəyə görə bu insanlarla bağlı heç bir tədbirlər görülmür? Heç kim işindən azad olunmayıb. Cənab Nazir Vilayət Evuzun müavini hələ də aşkarlanmayıb, hansı ki blogerlərlə daim olaraq işləyir. Hələ də bilinmir. Öz, necə deyərlər, fəaliyyəti ilə məşğuldur. YouTube'da da sübutlar vardı, video görüntülər. Daim olaraq necə Kapital Bank tərəzzüzlüğünü eləyirdilər. Həmən variantla yenə də mənim YouTube'um da, TikTok'um da idarə olunur. Niyə? Niyə tədbir eləmirsiniz axı? Başqa havadar var, güclü bir havadar mı var? Yəni biz belə deyək də bunlarla tədbir görülmür.